Salam əziz şagirdlər, xoş gördük yenidən sizləri. Mən FM Akademinin tarix müəllimi və bugünkü sınaq izahımız güvən sınaq 5-dir. İndi isə növbəti izahlara keçirik. Sınaq 1-ə baxaq. Cavanşirin Bizans imperatoru ilə müttəfiq olmaqda məqsədi. Burada qısa cavab deyəcəm. Cavab D bəndidir. Xilafətə qarşı aparılmış mübarizədir. Növbəti sual. 32. Yusif ibn Əbu Sac, Mərzban Məhəmməd, Fəzl ibn Məhmudların oxşar və fərqli cəhətlərinə baxırıq. Rəvadi hökmdarla dostluq münasibət əlaqəsi saxlamışdır. 3-ə deməli A bəndidir. 3-ə A bəndi. Deməli, Səlcuqların vassallığını qəbul etmişdi. Burada heç birisidir. Yəni B bəndi olanları çıxsaq, C bəndini çıxırıq. Deməli, B bəndini çıxırıq. D bəndini çıxırıq. A bəndini çıxırıq. Cavab elə E bəndidir. Gəl baxalım. Deməli, 3-ə A-dırsa baxırıq. Deməli, yeni dövlətin əsasını qoyur Mərzban Məhəmməd. Burada 2-yə C bəndidir. Sonra Gürcülərə qarşı uğurlu mübarizə bunların hər dördüdür. Yəni 4-ə D-dir. Cavab elə E bəndidir. 1-ə isə bildiyiniz kimi Rey şəhərini Salmanlərdən alır Yusif ibn Əbu Sac. Mihraqulu və Sultan Mahmud Qəznəvinin fəaliyyəti üçün oxşar cəhət. Burada konkret bir cavab var. Cavab burada deməli Hindistanın şimal-qərbini tabe etmək. Cavab C bəndidir. Növbəti sualımız. Azərbaycanda vahid dövlətin olmaması, daxili çəkişmələrində hökm sürməsi, Xəzərdə hərbi donanmanın yoxluğu, təbii ki, Slavyanların hücumlarının qarşısını almaqda çətinlik çəkirdilər. Ona görə cavab burada olacaq B bəndi. Cavab B bəndidir. Sonra növbəti sualımıza baxırıq. Daha sonra baş vermişdir. Yəni ən gec baş verəni tapmalıyıq. Ən gec baş verən hansıdır? Qaraxanlar dövlətinin 2 hissəyə parçalanması 1042. Əməvilər sülaləsinin hakimiyyətinin başa çatması 750. Tariq başçılığı ilə İspaniya daxil 711-dir. İkinci Göyçək xanlığının 682-dir. Son döyüşü 486. Cavab elə A bəndidir. Daha sonra ən gec baş verən A bəndidir. Uyğunluğu müəyyən edin. Bu Dərbənd şəhəridir. 1 Bərdədir. 2 Təbrizdir. Baxağın görəyin. Erkən orta əsrlərdə Azərbaycanın ən böyük liman şəhəri təbii ki, Dərbənddir. 3-ə A olmalıdır. 3-ə A olmayanları çıxırıq. C bəndi, A bəndindən çıxdıq. B bəndindən çıxdıq. Baxırıq növbəti. Deməli, uzun müddət Ərəb əmirliyi mərkəzi olmuşdur. Bu təbii ki, Bərdədir. 1 B olmalıdır. 1 B. Bir də ki, Məziyyədlər əmirliyi mərkəzinə çevrilmişdir. Elə Bərdədir. 1 B edir. 2-yə baxırıq. 2 də 1042-ci ildə Təbrizdə zəlzələ baş verir. Cavab elə D bəndidir. Növbəti suala baxırıq. Növbəti. Duluzçuluq sənətinin mövcud olduğu dövrə aid deyil. Aid olmayan tapaqda. Yəni, burada duluzçuluq sənətinin mövcud olduğu dövrə aid deyil. Duluzçuluq nə vaxt yaranıb? Neolitdə yaranıb. Yəni, hadisə Neolitdən öncə olsun. Deməli, duluzçuluq sənətinin mövcud olduğu dövrə aid olmayan. İkinci şəhər mərkəzi var. Torpağı toxu ilə şolamaq da var. İnsanların heyvanları əhəlləşdirməyə başlanması. Cavab C bəndidir. Yəni, Neolitə qədər olan heyvanların əhəlləşdirilməsi də başlayır Mezolitdən. Cavab C-dir. Siklopik dikili burada sonuncudur. Qəbilə isə birləşib, yəni bəzi qəbilələr üzərində qurulan qəbilələrin qurulması bu erkən toncudur. Cavab C bəndidir konkret. 38-də 8-6-cı yüzillikdə Aralıq dənizi və Qara dəniz sahillərində sənətkarlıq və ticarətin inkişafına səbəb oldu. Təbii ki, Yunan koloniyalardır. B bəndidir. Növbəti sual. Rəvadilər dövlətinin Şəddadilər dövləti ilə oxşar. Yəni, hadisə Rəvadilərlə Şəddadilər arasında oxşar olsun. Şirvanşahlar dövlətindən fərqli cəhət olsun. Baxaq, ərəb mənşəli ilə 3-ü də ərəb mənşəlidir. İndi son kitablarda Şəddadi türk mənşəli götürülür. Dərbənd əmirliyinin asıla salınması bu Şirvanşahlara aiddir. Yəni, Şirvanşahlardan fərqli cəhət burada hansı ola bilər? Səlcuqlar tərəfindən süquta uğradılması. Cavab D bəndidir. Cavab D bəndidir.
Bunların fərqi odur ki, Səlcuqlar tərəfindən rəvvədə Şəddaddə Soqut oradılar, dedi. Şirvanşahlar isə Səfəvilər tərəfindən. Bir neçə qohum qəbilənin birləşməsində təbii ki, tayfa yaranacaq. Beyvəndidir. Buradan baxaq. Daxili siyasət Bizans imperatoru Yunustiyanın daxili siyasəti və xarici siyasəti. Müqəddəs məbəd, Sofiya məbədi inşa edilməsi bu daxili siyasətdir. Biri adı. Bir də deməli Ostrogot krallığı xeyr, bu beybəndi Allah salım, bu xarici siyasətdir. Birə bey varsa çıxırıq. Bir dəqiqə zəhmət olmasa. Əfəndilər bir dənə deməli diqqət edirik. Bu B bəndi xarici siyasətlə bağlıdır. C bəndindən çıxdıq, E bəndindən çıxdıq, D bəndindən çıxdıq. Birə daxili siyasət isə Justinianın müqəddəs Sofiya məbədi inşa edilməsi, asıla salması xarici siyasətdir. Qədim Roma vergi sisteminin bərpası var. Karl Martel'in kral sarayında baş məmur olması bu olmaz. Deməli, birə A ilə C-dir. Biri A ilə C-dirsə, deməli, bu daxili siyasətdir. Xarici siyasət isə baxırıq. Xarici siyasət isə 2 ilə 2-də B olmalıdır. Vandal krallığının işğalı, bir də İspaniyanın cənub-şərqinə keçirilməsi cavab A bəndidir. 7-ci və 8-ci yüzillik ortalarında Azərbaycanda, yəni bizim eramızdan söhbət gedir. Baxaq. Bax, burada diqqət edirik. Bax, Gezid, bilirsiniz, Sasanilərdə də olmaz. Oğuz tayfaların mənsub ailələri məskunlaşması, xeyr. Ərəb işğalına qarşı üsyanlar, Ərəb işğalına qarşı üsyanlar baş verib. Yəni 643-44-də də var, 778-də də var. Cavab C bəndidir. Mehranilər sülaləsində hökmranlıq etməsi. Mehranilər 705-də, 8-ci əsrin ortalarında hökmranlıq etmir. Müstəqil feodal dövlətlərin meydana gəlməsi, xeyr. Cavab elə C bəndidir. Sonra Roma imperatoru Konstantinin xristianlara açıq ibadət etməyə 313-cü ildə İmperator Konstantin xristianlığı açıq ibadət etməyə icazə verir. Bu ildə 313-də Urnayırda xristianlığı dövlət dini elan edir. Cavab B bəndidir. Deməli, məntiqi ardıcıl tamamlayırıq. Romaya işğal etdiyi ərazilərdə üsyanlar baş verir. İmperator Trayan geri qayıtmağa məcbur qalırsa, Roma qoşunları Afraspa şəhərinin xeyr, o eramızdan əvvəldir. Qraq qardaşların basılıq etdiyi hərəkatın yatırılması xeyr. Roma Parfiyanın fəthini başa çatdıra bilməməsi. Cavab D bəndidir. Cavab D bəndidir. Asur hökmdarı Aşurbanipalın Manna üzərinə uğurlu yürüşün təsir göstərmişdir. Uğurlu yürüşünə təsir göstərən nə ola bilər? İskitlərin bir tərəf olmasıdır. Cavab C bəndidir. Növbəti sualımız. C bəndindedir. Sonra Talas döyüşündə ərəblərə məğlub olması bu Çindir. Ticarət yollarını Uğurların nəzarətinə keçməsi bu da yenə Çindir. Tan sülaləsi Çindədir. Çində 4-dür cavab. Cavab 4-dür. Bir dəqiqə. Cavab Çindirsə cavab 4-dür. 4. D bəndidir cavab. Karra döyüşü ərəfəsində Roma, Karra döyüşü ərəfəsində. Fraspa döyüşü eramızdan əvvəl 35-dirsə olmaz. Atropatena müttəfiq münasibətlər saxlayırdı Karra döyüşündə ərəfəsində Roma. Xeyr. O zaman Parfiya ilə müttəfiq idi. Kanedinin 36-cı ildir. Alban hökmləri deyil. Cavab belə B bəndidir. Növbəti sualımız. Erkən orta əsrlərdə Alban memarlıq abidələri ilə bağlı doğruluğu seçiriksə, cavab diqqət eləməliyik. Gavurqaladır 1, erkən orta əsrlər abidəsidir. Xudafərin körpüsü deyil, Əlincə qalası deyil, Dərbənd səddidir, bir də 3-dən 4-dür cavab E bəndidir. Sin sülaləsindən fərqli olaraq Mavri sülaləsi. Bu bir neçə dəfə düşən sualdır. Deməli, burada Yunan Makedoniya işğalına qarşı mübarizədir. B bəndidir. Növbəti sualımız. Ərəb sərkərdəsi başa düşdü ki, Yusif ibn Əbusazla döyüşdə çox ciddi hazırlaşmaq lazımdır. O bütün qüvvələrini səfərbər etdi və sonraki döyüşdə Yusifin ordusu qalib gəldi. Yusif əsir götürülərək xəlifə sarayına göndərildi və zindana salındı. O
3 il xilafəti zindanda əsir kimi saxlanıldı. Mətndə haqqında bəhs olunan hadisə səbəb olmuşdu. Təbii ki, Sadi hökmdarı xilafət xəzinəsinə xərac göndərməyi dayandırması, ondan sonra hücumlar baş verəcəkdi. Bir də baxaq, sözün Əməvilər buna vaxt diqqət edir. Əməvilər 750-də olmaz. Sazilərin azında şimalında müstəqil dövlət yaratması, şimalda yox, cənubdadır. Xürrəmlər hərəkatının Sazilər tərəfindən himayə. Xürrəmi hara, Sazi hara? Yəni Xürrəmi hərəkatı 838-də bitir, amma Sazi dövləti 898-dir. Yusif İbn Əbu Sazın Bizans dövləti ilə müttəfiqlik münasibəti saxlanması belə bir şey tarixdə yoxdur. Cavab elə Ebənlidir. 7-ci yüzillikdə Afina, 2-ci yüzillikdə Roma tarixi üçün oxşar cəhət. Çox maraqlı sualdır bu. Abənlidə, yəni yoxsullar idarəetmədə iştirakının genişlənməsi. Xeyr, o zaman mübarizə aparırdı 7-ci əsrdə Afinada. Demos ki, hakimiyyətdə təmsil olunsun. Aralıq dənizi hövzəsində hakim qüvvəyə çevrilməsi. Aha. Bir də yoxsullara torpaq verilməsi uğrunda mübarizənin aparılması. Cavab budur, cavab Cəbənlidir. Yəni 2-ci əsrdə birisi Qayqıraq qardaşıdır, Qayqıraq qardaşlardır. 7-ci əsrdə də Demos torpağa sahib olmaq üçün. Cavab Cəbənlidir. Deməli, sonra növbəti sualımıza baxırıq. Növbəti sualımız belədir. Albaniya əhalisinin ictimai vəziyyəti üçün xarakterdir. İctimai vəziyyətinə baxaq. Aha. Qul əməyindən Albaniyada geniş istifadə olunmayıb. Hərbçilər 2-ci təbəqə, 3-cü təbəqədir. Ordu başçısına sonra bilirsiniz, kahin idi. Deməli, kahin, ay Allahının kahini. Yoxsullar məxsus evlərin üstü, yoxsulların üstü, evin üstü kilometrə yox, qamışla, yəni gillə örtülürdü. Əsas istehsalçı təbəqə azad insanlar. Cavab B bəndidir. Səbəb nəticə əlaqəsinin doğru verildiyi bəndə baxaq. Franklar Poitiers döyüşünü qələbə qazandı. Böyük Karl deyil, Böyük Karlın dövrü deyildi o zaman. Karl Martin idi. Maneçilik Uyğur xaqanlığını zəiflətdi. 2 var. Bir də ki, baxaq, Göytürklər Kürşad başlıqlı üsyanı Saqdiyana, bu xeyir. Attilanın Bizans üzərinə hücum etməsi, Katalon Roma üzərinə yürüşdü. Kiyev 2-5'dir cavab. 2-5. Yəni 2-5. Növbəti sual. Dərbənd əmiri ilə Şəddadilər dövləti arasında ortaq xüsusiyyətə diqqət edəsək, baxaq. Aha, Dərbənd əmiri ilə Şəddadilər dövləti arasında ortaq xüsusiyyət, Səlcuq dövləti ilə müqavilə bağlanması. Dərbəndlərlə xeyr, belə bir şey yoxdur. Diqqət edirik. Biri yoxdur. Slavyanların köməyindən istifadə olunması 2 var. Şirvanşahlar dövləti ilə mübarizə aparması, Dərbəndlər də Şəddadilər də mübarizə aparıb 3 var. Salarilər hökmdarlığı dövründə meydana gəlməsi 2-3-dür. Xronoloji acılıq müəyyəni, Dərbənd əmirliyinin Şirvanşahlar dövlətinə birləşdirməsi 988. Yəni baxırıq 988. Şəddadlı dövlətin meydana gəlməsi, Şəddadlı dövləti bilirsiniz ki 971. Dəmin yazaq. 971 Şəddadi dövlətidir. Savalan dağı 731. Afeşinin ərəb 835'dir. 835. Deməli birinci olacaq 3. 3-dən sonra olacaq cavab 4. 3, 4, 2, 1. Yəni cavab nədir? Cavab 3, 4, 2, 1. Cavab bax budur. 3, 4, 2, 1. Ağ Hunları Aksovar xaqanının dövründə fəal xarici siyasət yürüdür və qonşu əraziləri ələ keçirirlər. Onlar 5-ci yüzyılın ortalarında Sasanlara qarşı qalibiyyətli müharibələr apararaq İran yaylasının şərq hissələrinə və Türkistan'a hakim oldular. Mətndə haqqında bəhs olan Ağ Hun hökmdarını Attiladan fərqləndirən cəhət nədir? Attila Sasanlərlə mübarizə aparmayıb, yəni yürüş etmək istəyərkən vəfat edir. Bunu deməli, 1 çıxırıq. Dövlət sərhədlərinin hər ikisi genişləndirir. Sasanlərlə uğurlu müharibə aparılması. Bunun Attiladan fərqli cəhətdir. 1 var.
Dövlət sərhədlərini hər ikisi genişləndirir. 2-ni çıxırıq. Demək, bir isə Pilusdur. 5-ci yüzyılın ortalarında hakimiyyətli hər ikisidir. Bir də ki, Mərkəzi Asiya tabe etmişdi Aksuvar xalqına. Cavab 1-dən 4-dür. Amit döyüşü, Qadisiya döyüşü, 1-ci Əşdər döyüşü. Amit döyüşü 359, Qadisiya 36, Qadisiya. 1-ci Əşdər 829. Ərəblərin məqsədi Bəz qalasını da keçirməkdir. 3-ə adı 1 yazaq, 2 yazaq, 3 yazaq. 3-ə adı Sasani Alban qoşunları qələbə qazanır. Təbii ki, 1-ə B-dir. Sonra Cavanşir ərəblərə qarşı vuruşmada qəhrəmanlıq göstərmişdi. 1-ə B ilə C-dir. Xəzərlilərin Azərbaycan hücumlarının qarşısı, Xəzərlilərin Azərbaycana hücumlarının qarşısı alındı. Xeyr. Ərəb qoşunları Xürrəmlərə məğlub olmuşdur. Ərəb qoşunları Xürrəmlərə məğlub olmuşdur. Təbii ki, 3-ə də Qadisiya döyüşünün dediyi nə dedik biz? Cavanşirin ərəblərə qarşı vuruşmada qəhrəmanlıq göstərilməsi. Mən nə o yazdı? Əfəndilərdən üzrlə hesab eləyin. Biz deyəsən bunu səhv yazdı. Bunu pozaq. Deməli, 1. Amit döyüşü. Ərəblərin xeyri, Sasani Alban qüvvələri qalib gəlir. 1-ə B bəndi yazdıq. Sonra baxırıq. Görək, varmı ona nəsə əlavə? Yaxşı, nəsə yox. 1-ə B-dir. Qadisiya döyüşündə 2-də nə ola bilər? Ərəb qoşunları Xürrəmlərə məğlub olmuşdur. Xeyr. Deməli, Cavanşir ərəblərə qarşı nə eləmişdi? Şücaət göstərmişdi. 2 C-dir. 3. 1-ci Əşdər döyüşündə A-dı və E-dir. A-nan E-dir. Növbəti sual. Növbəti sual yoxdur. Xəzər dənizi vasitəsilə bir dəqiqə əfəndilər bunu yaxşı sizin üçün göstərək. Bunu silə 3-ə A-nan E-dir də bildiniz daha. Bunu qeyd eləyək. Buradan qeyd eləyək ki, sizin üçün yaxşı olsun. 3-ə A-nan E. Deməli, Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə çıxmış ruslar çayın axırına qarşı üzərək Bərdəyə çatdılar. Ruslar şəhərə daxil olaraq əhalini qınızdan keçirib xeyli insanı məhv etdilər. Çox keçmədən gözlənilməz hadisə baş verdi. Həddən çox meyvə yemiş ruslar arasında epidemiya başlandı. Bu zaman Mərziban ruslara qarşı qoşun yeridərək şəhəri mühasirəyə aldı. Müsəlmanların aramsız müharibəsi rusları Bərdəni tərk etməyə məcbur etdi. Mərzibanın mühasirə dəstəsi isə o qədər zəif idi ki, düşmənin çıxıb getməsinə heç bir maneçilik törədə bilmədi. Bu nə demək istəyir? Buna baxaq. Mənbəyə əsasən təsvir olunan hadisə 11-ci əsrin 30-cu illərində Şamaxıda baş verən hadisənin oxşar cəhət nədir? Yəni, ruslar məğlub olub şəhəri tərk edirlər. Yəni, yazırıq, ruslar məğlub oldu, şəhəri tərk edilər. Yəni, oxşarlıq odur ki, hər ikisində şəhəri tərk etmişdilər. Möhkəmlənə bilməyib şəhəri tərk edirlər. Konkretni, növbəti suala baxaq, onu yaza bilmədik. Mənbə və tarixi biliklərinizə əsasən rusların Bərdə şəhərini tərk etməsinin səbəblərini qeyd edin. Burada yazır da epidemiyanın baş verməsi, bir də şəhər əhalisinin ciddi müqaviməti. Mənbənin sonunda verilmiş salarilərin uğursuzluğuna təsir göstərən xarici səbəb Mosul hakiminin hücum etməsi idi. Yəni, Mosul hakiminin hücum etməsi idi. Mərkəzi şəhərə, Ərdəbilə hücum etmək istəyi nə idi? Deməli, Salari hökmdarı məcbur olub geri qayıtdı. Qısası, xarici faktor idi ki, Mosul hakiminin hücumudur. 60-a cavab odur. 59-da cavab tərk etməyin səbəbi, bir daha deyirəm, 1-ə epidemiya, 2-ə isə deməli, şəhər əhalisinin ciddi müqavimətidir. 11-ci əsrin 30-cu illərində Şamaxıda baş verən hadisənin oxşar cəhətini yazın. Yəni, möhkəmlənə bilməyib şəhəri tərk etdilər. Burada belə. Çox sağ olun uşaqlar. Növbəti imtahanlarda görüşənədək.
Bizi izləmədə qalın, bəyənin, paylaşın. Rəy bölünməsinə zəhmət olmasa fikirlərinizi yazarsınız.